Hər kəs bu milli mənəvi varlığımızın qarşısında qürurla baş əyir. Bugün ölkədə dövlət atributumuz olan üç rəngli bayrağımızın gündür. Bu bayram Prezident İlham Əliyevin 2009-cu il noyabrın 18-də noyabrın 9-nu məhz dövlət bayrağı günü kimi qeyd olunmasına da imzaladığı sərəncamdan sonra qeyd olunmağa başlayıb. Əməkdaşımız Ləman Əliəşrəf qızı dövlət bayrağımızın yarandığı gündən ən yüksək zirvələrə ucalmasına qədər keçdiyi bu kəşməkeşli yollardan danışacaq. Bayraq haqqında birinci qərar Gəncədə 1918-ci il iyunun 24-də qəbul edilib. O vaxt bayrağımız Türkiyənin indiki bayrağını xatırladırdı. Səbəb də çox sadə idi. Nuru Paşanın başçılığı altında Qafqaz İslam ordusu Azərbaycandaydı. Bundan da əlavə təzə qurulan hökumətin üzvləri arasında İlhaqçılar qrupu vardı ki, onlar Türkiyə ilə konfederativ dövlət qurulmasının tərəfdarıydılar. Beləliklə Gəncədə indiki Aqran Universitetin yerləşdiyi bu binada bayrağımız təsdiq olundu. Üstündən çox yox, cəmi 4 ay sonra bayrağımızı dəyişdirmək məcburiyyətində qaldıq. Çünki siyasi situasiya dəyişmişdi. Türkiyə müharibəni uduzmuş, Qafqaz İslam ordusu Bakını tərk edir, bu dəfə ingilislər gəlirdi. Üstəgəl özlərindən də qabaq bəyanatları. İngilislər deyirdilər ki, Türkiyənin intriqası ilə yaradılan dövləti və onun bayrağını tanımaq istəmirlər. Belə bir bəyanatın qabağında biz İngilislərə sübut etməliydik ki, biz türklərin intriqası ilə yaradılan dövlət deyilik. Biz müstəqil bir dövlətik. Biz müstəqil Azərbaycan Xalq Cümhuriyyəti yaratmışıq. İndi birinci nə ilə sübut etməliydik? Təbii ki, dövlət rəmzləri ilə. Birinci bayraqla. Beləcə 1918-ci il noyabrın 9-da üç rəngli bayrağımız qəbul olundu və dekabrın 7-sində Məclis-i Məbusanda müstəqil Cümhuriyyətin parlamentinin açılış iclasında ilk dəfə olaraq dalğalandırıldı. Açılışda Məmməd Əmin Rəsulzadə belə bir çıxış elədi. Dedi ki, azadlıq və hürriyyət istiqlaldır. İşte bunun üçün əfəndilər, müstəqil Cümhuriyyəti təmsil edən o üç boyalı bayraq daim başımız üzərində ehtizaz edəcək. Bir kərə yüksələn bayraq bir daha enməyəcəkdir. Amma bayrağımız endi. Düz 70 il bayrağımızdan xəbərsiz yaşadıq. Yalnız 1988-ci ildə üç rəngli bayrağımız meydanda qaldırıldı. Onu meydana daşıyan oğullar hələ də o bayrağı göz bəbəyi kimi qoruyurlar. Çünki onun uğrunda gözünün işığını belə verənlər vardı. Mən bayrağa görə döyülən sonuncu adamam. Məndən sonra da bayrağa görə nə bir nəfər adam döyülüb də tutulub. 1990-cı ildə isə Naxçıvanda Ali Məclisin iclasında üç rəngli bayrağımız qəbul edildi. O zaman Ali Məclisin iclasına Heydər Əliyev sədrlik edirdi. Məhz həmin iclasda Naxçıvan Ali Məclisi Azərbaycanın Ali Soveti qarşısında bayrağın qəbulu ilə bağlı vəsadət qaldırdı. Beləcə 1991-ci il fevralın 5-də bayrağımız qəbul olundu. Bugün üç rəngli bayrağımız dünyanın ən mötəbər binalarında dalğalandırılır. Bugün dünyaya meydan oxuyan bayraq meydanımız var. Daim yüksəkdə qərar tut, əziz bayrağım. Amma unutma, missiyan hələ qarşıdadır. Sən Şuşaya sancılmalısan. Qalib əskərin önündə alqış üçün əyilməlisən. Biz sənin qarşında əyildiyimiz kimi.